Vəssalam. Məncə hələlik bəsdir. Xeyr, həmişəlik. Allaha çox şükür. Xəcalətimdən cəmaat üzünə baxa bilmirdim. Həmişəlik? O nə deməkdir? Nasos nasası tikəcəklər. Dəmya yerlərə su çıxaracaqlar. Mexanik deyir ki, buradan yaxşı yer yoxdur. Bundan belə bəri ilə həmişəlik üzülüşürük. Bu İlyas kişi heç. Çoxdan da üzüm söhbəti ilə cəmaatın baş qulağını dəngeləyib. Yaxşı, bu mexanik zalım oğlu hardan pırtlayıb çıxdı? Bilmirsən, Bakıdan göndəriblər. Ayrı iş gücü yoxdur bəyəm onun? Ne için yoxdur? Kərim görüb ki, günün günorta çağı Əminə onun evinə girir. Yavaş danışma. Ağzın sözün bil. Yaxşı, bəsdir. Nə pis oldu bu? Bərə bağlansa heç nə. Təzə-təzə əl qol atırdıq. Yaxşı. Getdik. Mexanik əmi, sənə telefona çağırırlar. Arvadlı kişi. Bilmirəm, dedilər kişidir. Yaxşı, gəldim. Görsəz heç tanımazsınız. Elə kökəlib ki, bəli. Gəl oğul, deyəsən anandır. Çox sağ olun. Sağ ol. Bəli? Eldar, deyirlər yaman kökəlmişsən. Ana, sənsən? Bəs mənə dedilər bir kişidir. Özüm elə dedim. Qorxdum gəlməzsən telefona. Hər şey Ha. yaxşıdır. Məsələn həll olunub. Tezliklə evimizdəsən. Ana. Qurban olum, özündən müğayət ol. Ana, sən heç narahat olma. Toyuq cücəm var burada, qoyun quzum, inəyim, lap cənnətdir. Zarafata salma, niyə indiyənəcək telefonu yoxdur? Bu ki bir abırçılıqdır. Olacaq ana, hər şey olacaq. Öpürəm səni. Aha, hələlik. Sağ olun, xala. Xoş gəldin ay bala. Neyləsin? Ana ürəkdir də. Bəyəm? Sənə. Salam. Yaman qaçırdın. Bəlkə kömək lazımdır sənə. Yox, rayon mərkəzindən zəng eləmişdilər, ehtiyac sələb. Hə, belədir. Elə bildim yenə anandı. Nigarandı ki, birdən yemək sarıdan korluq çəkərsən. Qəşəng sırğalarım var. Yaman diqqətli olmusan.